Neftçala rayonunun Beşdağlı kənd sakinləri kənddə bankomat və ödəniş terminallarının olmaması ilə bağlı Milli Məclisin deputatı Günay Ağamalıya müraciət etmişlər. Sakinlər bildirirlər ki, bank xidmətlərindən istifadə üçün rayon mərkəzinə getmək zərurəti gündəlik həyatlarında ciddi çətinliklər yaradır. Xüsusilə yaşlı insanlar, əmək haqqı və pensiya alanlar üçün bu vəziyyət əlavə vaxt və xərclərə səbəb olur. Vətəndaşların müraciətinə həssaslıqla yanaşan deputat Günay Ağamalı məsələni dərhal nəzarətə götürmüş, müvafiq dövlət qurumları və bank strukturları ilə əlaqə yaradaraq problemin aradan qaldırılması üçün zəruri addımların atılmasına nail olmuşdur. Göstərilən təşəbbüs və koordinasiyalı fəaliyyət nəticəsində qısa müddət ərzində Beşdağlı kəndində həm bankomat, həm də ödəniş terminalı birləşdirilmişdir. Artıq kənd sakinləri öz kəndlərində müxtəlif bank əməliyyatlarını, pensiya və maaşların çıxarılması, kommunal və digər ödənişlərin aparılması, mobil telefonların balansının artırılması və digər xidmətlərdən istifadə edə bilirlər. Bu yenilik Beşdağlı kəndinin sosial rifahının yüksəldilməsinə, vaxt və məsrəfin azaldılmasına mühüm töhfə verir. Salyan, Biləsuvar, Neftçala seçki dairəsi üzrə vətəndaşların gündəlik ehtiyaclarının qarşılanması, infrastruktur təminatının yaxşılaşdırılması və sosial rifahın artırılması istiqamətində deputat Günay Ağamalının fəaliyyəti ardıcıl və məqsədyönlü şəkildə davam edir. Beşdağlı kəndində bu problemin həlli bir daha göstərir ki, seçicilərin səsi və müraciəti diqqətdən kənarda qalmır və konkret nəticələrə yönəlik addımlar atılır. Milli qəhrəman Xanoğlan Məmmədovun anasıyam mən. Kəndimizin adından Günay xanıma minnətdaram ki, gətirdi bura. Yon aparatı gətirin qoyun ki, biz də çəkdədə rəf olsun da gedək çıxartmağa elə. Buradan Salyana gedirdik. Çox çətinlik çəkirdi. Allah köməyi olsun ki, gətirib qoydu. Minnətdaram, çox sağ olsun ki, Milli qəhrəmanın anasını sizin yerinə yetirdi. Allah kömək olsun. Bizim kəndimizdə milyon aparatı, bankomat yox idi. Bir kənd adından Günay xanıma müraciət elədik. Sağ olsun bizim müraciətimizi qəbul elədi. Gətirib bizə kəndimizə milyon aparatı. Şükür Allaha rahat pulumuzu çıxardırıq, ödənişimizi ödürük, qazımızın, işimizin pulunu. Sağ olsun kəndimizin adından. Əvvəllər qabaq Salyana gedirdik. Neftçalaya gedirdik pul ödəməyə, pul çıxartmağa. Çətinlik çəkirdik, qazın pulunu, işığın pulunu ödəyə bilmirdik vaxtında. İndi sağ olsun kəndimizin içində, kənd adından təşəkkür edirəm Günay xanıma, sağ olsun. Məmmədov Naib qardaşoğlu. Biz Günay xanımla müraciət elədik, görüş keçirdi bizi ilə, sağ olsun. Görüşdə biz bildirdik ki, bizim inzibati ərazimizdə bankomat yoxdur, yəni əraziyə bir dəqiq qoyulmasını xahiş elədik. Təşəkkür edirik ki, dövlətə də, Günay xanıma da, hər bir vətəndaş adından ki, bu bankomatı gətirib qoydular bura. Əhmədov Tural İslamoğlu, Neftçala rayonunun Beşdağlı kəndindənəm, özüm 44 günlük müharibənin qazisiyə. Günay xanıma təşəkkürümü bildirirəm ki, milyon aparatı ilə, Kapital Bank ilə bizi təmin elədi. Allah onun köməyi olsun. Yaxşı insandır. Beşdağlı kənd sakinləri öz adımızdan yəni təşəkkürümüzü bildirir, əhali adından. Necə idi vəziyyət? Əvvəl bərbad vəziyyətdə, yəni ki, gedirdik Salyana, qaz pulu, işıq pulu ödəmək üçün, yəni ki, 200 manata, 5 manata, 10 manata xərcimi çıxırdı, taksi falan, bir də olsan maşında olmurdu. Allah canını sağ eləsin də işıqlandırdı. Allah onun köməyi olsun. Mən Beşdağlı kənd sakini Ələkbərov Əmənullah. Demək, bizim burada bankomat qurmağımız, bizim bu cəmaata, ətraf kəndlərə hamısına böyük bir kömək oldu. Bu bankomatın və yaxud da milyonun olması cəmaatın rahatçılığına çox böyük kömək oldu. Milli Məclisimizin deputatı Günay Ağamalıyeva öz təşəkkürümüzü bildiririk ki, belə bankomatı, belə şəraitini yaratdığına görə.